Heç olubmu ki, evdən çıxdıqdan sonra qapını bağlayıb bağlamadığını 10 dəfə düşünürsən? Yaxud da əllərini yuyursan, amma ürəyində bir narahatlıq qalır. Əgər bu səsləndirdiklərim sənə tanış gəlirsə, ola bilsin sən də obsessiv-kompulsiv pozuntu ilə qarşı-qarşıyasan. Obsessiv-kompulsiv pozuntu qısaca beyində təkrar gələn istənməyən düşüncələr və bu düşüncələri aradan qaldırmaq üçün edilən təkrar davranışlarla xarakterizə olunur. Məsələn, qorxulu bir fikirdən can qurtarmaq üçün təkrar dua oxumaq, mikrob qorxusuna görə saatlarla əl yumaq, qapını, ütünü, qazı dəfələrlə yoxlamaq. Bu düşüncələr sənin ixtiyarında olmur və onları dayandırmaq çox çətin olur. Obsessiv-kompulsiv pozuntu niyə yaranır? Bunun dəqiq səbəbi bəlli deyil, amma genetik faktorlar, beyində serotonin tarazlığındakı pozulmalar və ya keçmiş travmalar bununla bağlı ola bilər. Bu hal insanın gündəlik həyatına ciddi şəkildə təsir edir. Fokuslanma azalır, sosial münasibətlər zəifləyir, davamlı narahatlıq hissi yaranır. Ən pisi isə odur ki, insan bu vəziyyətin fərqində olsa belə özünü dayandıra bilmir. Çıxış yolları. Obsessiv-kompulsiv pozuntunun öhdəsindən gəlmək mümkündür. Bu zaman və səbir tələb edir. İlk addım, bunun fərqində olmaq, özünü etiraf etmək. Bəli, bu davranış normal deyil və mən bunu dəyişmək istəyirəm. İkinci addım, yardım almaq. Psixoloq və psixiatrdan dəstək götürmək. Bu, zəiflik deyil, güclü olmaq üçün atılan cəsarətli bir addımdır. Üçüncü addım, davranış terapiyası. Yəni səni narahat edən vəziyyətlə qarşılaşmaq və ona reaksiya verməməyə öyrəşmək. Obsessiv-kompulsiv pozuntu ilə yaşamaq mümkündür, amma onunla mübarizə aparmaq daha çox mümkündür. Əgər bu video sənin üçün faydalı oldusa, kanala abunə ol.